Salam, mən pastor Mark Burnsəm və mən Allahtranın bütün könüllülərinə, eləcə də Rus Pravoslav Kilsəsi tərəfindən, o cümlədən Rusiyada və Ukraynada antikult hərəkatı tərəfindən təqib olunan hər kəsə müraciət edirəm. Mən sizə demək istəyirəm, siz tək deyilsiniz. Biz sizi eşidirik. Onlara qarşı mübarizə artıq başlayıb. Siz tək qalmamısınız. Mən buradayam ki, biləsiniz, bütün Amerika sizin yanınızdadır. Mənim üçün fərqi yoxdur. Qəzetlər nə yazır, YouTube-da nə gördüyünüz məni maraqlandırmır. Bunun heç bir əhəmiyyəti yoxdur. Bütün dünyada mənim səsim kimi səslər var. Və burada, Amerika Birləşmiş Ştatlarında sizin üçün mübarizə aparan insanlar var. Sizin hüquqlarınızı insanlar verməyib. Bu hüquqları sizə Allah verib. Buna görə mənim sizə mesajım budur. Ümidinizi qoruyun. Mübarizəni davam etdirin. Əllərinizi salmayın. Heç vaxt təslim olmayın. Kim olduğunuzu xatırlayın. Və bilin ki, sonda qələbə sizin və azadlıq uğrunda mübarizə aparan, Rusiyanın dünyadakı insanların azadlıqlarını məhv etməyə çalışan tiraniyasına qarşı çıxan hər birimizin olacaq. Mən pastor Mark Burnsəm. Mən bu müraciətin arxasındayam və sizin üçün həmçinin azadlıq və insanlara yox, Allaha məxsus olan haqlar uğrunda dayanan hər bir kəs üçün mübarizə aparıram.